Salam dəyərli şagirdlər. Bu gün buraxılış imtahanına son məsləhətlər nələrdir mövzusu haqqında danışmaq istəyirəm. Buraxılış imtahanında bal itirənlərin çoxu da eyni səhvləri edir. Gəlin imtahanda nələrə diqqət etməli olduğumuzu qısa şəkildə danışaq. Birinci növbədə imtahana bir gün qalmış heç nə oxumayın, çünki bura qədər maksimum dərəcədə oxuyub əziyyət çəkmisiniz. Bundan sonrası əsas imtahan prosesidir. Yəni hər hansı bir mövzuda çətinliyiniz varsa, siz o mövzunu qayıdıb oxumağı və yaxud bütün mövzuları təkrar etməyi düşünməyin əsla. Belə bir şey ağlınızdan keçirtməyin, çünki imtahanda gedib qarışdıra bilərsiniz mövzuları və yaxud hər hansı bir sualda ağlınız qalar, imtahan prosesində həmin sualda ilişib qala bilərsiniz. İkinci növbədə imtahandan əvvəl yaxşıca istirahət edin, yəni yuxu rejiminizə çox diqqət yetirin. Gecə saat 10 və yaxud 11 ərəfələrində yatın, tezdənsə 7-də durun, rahatca imtahanınıza gedin. Çünki yuxusuz qaldıqda imtahanda mənfi təsir göstərəcək təbii ki və diqqətiniz azalacaqdır. Suallara adaptasiya ola bilməyəcəksiniz. Üçüncü növbədə sənədləri, qələmləri və suyu götürün. Sənədləri götürməyiniz çox vacibdir. Əks təqdirdə imtahana buraxılmayacaqsınız. Həmçinin qələm yox, qələmlər götürün. Çünki bir dənə qələm götürsəniz, ola bilər ki, problem olar, yazmaz. Ona görə bir neçə qələm götürün. Suyu da yenə həyəcanınızın azalması üçün, özünüzü daha yaxşı hiss etməniz üçün sudan da istifadə edəcəksiniz. Bunların hamısını hazır etdiyinizdən əmin olun, daha sonra da imtahana gedin. Dördüncü növbədə sinifdə maksimum dərəcədə rahat olmağa çalışın. Sinifə daxil olduqda çalışın tez gedin həmin gün. Çünki sinif ortamına daha tez adaptasiya olacaqsınız. Çalışın müəllimlərlə, oradakı şagirdlərlə ünsiyyət qurmağa meyilli olun ki, özünüzü daha çox rahat hiss edəsiniz. Yəni, sanki imtahanda deyilmiş də, sinifdə KSG imtahanı verirmişsiniz kimi hiss etməyə çalışın. Onda daha yaxşı olacaqsınız. 5-ci növbədə vaxtınızı düzgün bölün. İmtahandan əvvəl planlaşdırın ki, hansı fənni daha yaxşı bilirəm, o fəndən başlayacağam. Daha sonra imtahan vərəqi qarşınıza gəldikdə, açın sualların hərəsinə baxın bir dəfə. Yəni, nəzər yetirin. Daha sonra ən yaxşı bildiyiniz fəndən başlayın. İlk növbədə zaten listening veriləcəkdir sizə. Listeningi yazdıqdan sonra başlayın ən yaxşı bildiyiniz fəndən, daha sonra orta və çətin fəndən. Çünki çətin fəndən başlasanız beyniniz yorulacaqdır. İstər-istəməz asan fənnə belə gələndə sizin beyniniz qarışacaqdır. Asan fənni belə yazmama ehtimalınız yüksək olacaqdır. 6-cı növbədə sualları tələsmədən oxuyun. Elə ola bilər ki, məsələn, sualı sona qədər oxumursunuz, sizdən yanlışı soruşur, siz götürüb doğrunu yazırsınız. Ona görə sualları düzgün oxuyun. 7-ci məqamı bayaqda qeyd etmişdim ki, əvvəl asan sualları həll edin. Asan sualları həll etdikdə artıq biləcəksiniz ki, bunlar doğrudur və mənim müəyyən qədər bir balım var. Yəni, asan sualları əvvəl edin. Sonra 8-ci məqam çətin sualda ilişib qalmayın. Bir sualı 1 dəqiqədən gec həll edirsinizsə, o sualı qoyun keçin, sonra baxarsınız. Vaxt itkisi yaratmayın. 9-cu məqam kodlaşdırmada diqqətli olun. Çünki bəzi şagirdlər çox sürüşdürmə edirlər. Yəni, məsələn, birinci sualdısa gətirib bunu sıralama olaraq yanlış sualın cavabına yazırlar. Burada çox diqqətli olun və kodlaşdırma vaxtına diqqət yetirin. İmtahana yarım saat qalmış bitməyinə. Yarım saat qalmış başlayın kodlaşdırmadan yazmağa. Çünki bəzi uşaqlar kodlaşdırmanı gec yazıb bitirirlər, ona görə vaxt itkisi yaratmayın. Daha sonra 10-cu növbədə özünüzə güvənin. Əgər düzgün və sistemli şəkildə çalışmısınızsa, imtahanda da yüksək nəticə əldə edəcəksiniz. Unutmayın ki, sizin dəyəriniz 3 saatlıq imtahanla ölçülmür. Təbii ki, siz hər kəsin, vətənimizin, gələcəyimizin ən dəyərli tələbələrisiniz, yeniyetmələrsiniz və özünüzə güvənin, həyəcanlanmayın. Təbii ki, yəni sıfır həyəcanla hər kəs imtahana gedər deyə bir şey yoxdur. Hər kəsdə həyəcan olur və ayrı-ayrı miqdarda olur. Yəni birində çox olur, birində az olur. Yenə də çalışın ki, həyəcanınızı minimuma endirin. Hər birinizə bir daha uğurlar arzulayıram. İnşallah istədiyiniz nəticəni əldə edərsiniz, istədiyiniz balı toplayarsınız və istədiyiniz ixtisasa qəbul olarsınız.